Qalıcı, örtücü və mat tonal krem axtarışındayım. Sosial şəbəkələrdə lifehack gördüm. Tonal kremi qarışdırmaq lazımdır toz pudra ilə. Pudranı hazırlamışam artıq. Burada bu qədər var. Və bu tonal kremi qarışdırmalıyıq. Bu toz pudra ilə görək necə alınacaq. Mən birinci dəfədir sizlə bir yerdə yoxlayıram. Və mənim özümə də maraqlıdır. Mükəmməl effekt yaradacaq, yoxsa yox? Onu tökürəm bura. Bu o qədər də qalıcı tonal krem deyil. Ortadır qalıcılığı. Amma yaxşıdır, pis deyil. İstəyərdim daha qalıcı olsun. Səhifəmə mütləq abunə olun. Çünki mən tez-tez bu tipli maraqlı videolarla sizinlə bölüşəcəm. Həm lifehack olsun, həm gözəllik haqqında başqa videolar olsun. Mən ümumiyyətlə xoşlayıram kosmetikanı və hər dəfə təzə bir şey yoxlayıram. Ya hazır məhsul alıram, ya özüm belə düzəldirəm. Baxın necə alındı. Gəlin bunu tətbiq eləyək. Arxa planda qızımı eşidə bilərsiniz. Çox xahiş edirəm gördüyünüzü ev şəraitində təkrarlamayasınız, çünki sonra məni söyəcəksiniz. Ən azı hər yer pudra olacaq. Qızlar, mən bu üsulu heç bəyənmədim. Axırda arxa kamera ilə də göstərəcəm. Çünki palçıq kimi qaldı. Bu tozu tonal kremlə qarışdırmaq çox çətindir. Çox quru görüntü yarandı. Baxın, bu tərəfi artıq yaxşı qarışdırmışdım, amma yenə qupquru oldu. Bəlkə biraz az pudranı töksəydim, amma məncə bu manipulyasiyalara ehtiyac yoxdur. Mən bu tipli lifehackları yoxlayıram ki, siz vaxtınızı itirməyəsiniz. Maska kimi qalmayan mat tonal kremi bilirsənsə şərhlərdə yaz.